Məşhur telejurnalist, ATV-nin Bizimlə Sən və Zaurla Günaydın verilişlərinin aparıcısı Zaur Bəxşəliyevin müəllifi olduğu proqramların bağlanacağına dair açıqlaması müzakirəsiz ötüşmədi. Bunu Zaurun zarafatı kimi qəbul edənlər də oldu. Yeni Sabah az məsələnin təfərrüatını öyrənə bilib. ATV-də məsul vəzifə tutan şəxslərdən biri həmin sayta açıqlamasında bu xəbəri təsdiqləyib. Mənbənin dediyinə görə yaxın vaxtlarda ən gec sezon sonunda Zaur Bəxşəliyevin müəllifi olduğu hər iki veriliş bağlanacaq. ATV rəsmisi telekanal rəhbərliyinin Zaur Günay cütlüyünün fəaliyyətindən razı olduğunu bildirib. Qeyd edib ki, Zaurun verilişlərinin bağlanması ATV-nin yayım siyasəti ilə əlaqəli deyil. Onun sözlərinə görə Zaur ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşdığı üçün telekanalla yollarını ayırır. Mənbə Zaur Bəxşəliyevin hansı səbəbdən ölkəni tərk etdiyinə dair məlumatı olmadığını bildirib.